Salamlar. Yay mövsümü gəldiyinə görə uşaqlar üçün təbii sağlam dondurmanı özümüz hazırlaya bilərik. İlk hazırladığım dondurma banan və kividən ibarətdir. Hər iki meyvəni blenderdan keçiririk və alınan məhlulu dondurma qəliblərinə əlavə edirik. Dondurucuda ən az 4-5 saat gözlədirik. Bu üsulla çiyələk, moruq, qarpız, şaftalı, mango və digər gilə meyvələrdən istifadə etmək olar. İkinci hazırladığım dondurma isə çiyələk, süd və qaymaqdan ibarətdir. Eyni qayda ilə blenderdan keçirib qablara yerləşdirdim. Şirinliyini artırmaq üçün baldan da istifadə edə bilərsiniz. Ümid edirəm ki, bu video sizin üçün faydalı oldu. Kanalıma abunə olub şərh yazmağı unutmayın. Özünüzdən müğayət olun. Hələlik. I love mommy. I love you too. Sənə qurban olum mən ay qız. Tatlıdır. Mama. Aycan. Bye bye. Bye bye.